Prezident İlham Əliyev Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraqdarı qəbul edib. Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisinin bu sayədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulanıb. Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimiz bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları BOTAŞla SOKAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulanıb. Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpa olunan enerji sayəsində mühüm layihələrin icra olunduğu qeyd edilib. Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirilib. Enerji sayəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulanıb və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Akva Power şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbnəyyanı da qəbul edib. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpa olunan enerji sahələrində inkişafından məmnunluq bildirilib. Ölkəmizlə Akva Power şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulanıb. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunulub. Prezident İlham Əliyev Pakistanın neft naziri Əli Pervaiz Maliki də qəbul edib. Söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın baş nazirinin üçtərəfli görüşü xatırlanıb. Bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirilib. Azərbaycanla Pakistan arasında iki tərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulanıb. Prezident İlham Əliyev ABŞ-nin Schlumberger Oversight şirkətinin baş icraçı direktoru Olivier Lepeşi də qəbul edib. Söhbət zamanı Bakı Enerji Həftəsi çərçivəsində keçirilən yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb. Görüşdə şirkət tərəfindən SOKAR Green şirkəti ilə birlikdə Kəlbəcər və Laçın bölgələrində geotermal enerji mənbələrinin istifadəsi ilə bağlı potensial layihə həyata keçirilməsi barədə məlumat verilib. Prezident İlham Əliyev ExxonMobil şirkətinin vitse-prezidenti John Ardilli də qəbul edib. Görüşdə ExxonMobil şirkətinin Azərbaycanda uzun müddətli fəaliyyəti, o cümlədən Azəri-Çıraq Günəşli layihəsində səhmdar qismində iştirakı qeyd olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOKAR ilə ExxonMobil arasında bugün imzalanması nəzərdə tutulan anlaşma memorandumu barədə Azərbaycan prezidentinə məlumat verilib.